Kapitalizmdə bütün emosiyalar, yəni insanın ən intim duyğuları, hissləri, mübhəm hissləri hamısı satıla bilən bir hala gəlir. Emosional kapitalizm insana onun bütün cəhətlərini əmtəələşən, komodifikasiya olunan bir hala çevirməyi tələb edir. Ona görə də biz müəyyən cür görünməyə, müəyyən cür düşünməyə, müəyyən duyğular hiss eləməyə məcbur qalırıq bəzən və bu bizim həyatımızın bütün sahələrinə, o cümlədən romantik münasibətlərimizə də təsirsiz ötüşməyə bilmir. Yəni kapitalizm dönəmində təbii ki, məhz maddiyyat bütün digər sferalara bu və digər dərəcədə təsir göstərir. Bizim romantik münasibət qurmağa çalışdığımız şəxslə ilk görüşümüzün harda olması, onu hara dəvət eləməyimiz, nə yeməyimiz, nə içməyimiz, bunların hamısı maddi şərtlərin təsiri altında baş verən məqamlardır. Yəni elə bir sfera yoxdur ki, ora bu məqamlar təsir eləməsin və bundan sonra münasibətimizin necə irəliləməsi də əslində böyük ölçüdə məhz bu məqamların təsirinə məruz qalır bu və ya digər dərəcədə. Yəni bizim o insanla görüşməyimiz belə əslində bu şərtlərdən qaynaqlanan bir məqamdır. Digər tərəfdən də münasibətlərin əsasından emosional dəyərlər demək olar ki, dəyişikliyə məruz qalır, eroziyaya məruz qalır. İnsanlar partnyorluq münasibətləri qurmağa çalışırlar, bəzən məcbur qalırlar, bəzən isə bu öz-özlüyündə baş verir. Çünki dediyimiz kimi duyğular, hisslər davamlı olaraq dəyişir. Yəni sevgi əsasında başlayan bir izdivac daha sonra onun sona çatması ilə sona çatır ya da ki, davam edir amma toksik formada.